İngilis dilini çətinləşdirən məqamlardan biri də bir sözün tamamilə fərqli bir neçə mənada işlənməsidir. Due sözü də onlardan biridir. Başlayaq to be due to-dan. To be due to. To be indiki zamana görə əmi-isar olur. Bunu biz bilirik. Əgər bir şeyin plan üzrə baş verməsi və ya gözlənilməsi tələb olunursa, onda biz to be due to ifadəsindən istifadə edirik. Yenə deyirəm, to be təbii ki, şəxslərə və zamana görə dəyişəcəkdir. Məsələn, demək istəyirəm ki, qatarın saat 6-da gəlməsi gözlənilir. Yəni, bu saatda gəlməlidir. Onda deyəcəyik ki, the train is due to arrive at 6 p.m. Due to arrive. Və ya deyək ki, imtahan saat 10-da başlamalıdır. Yəni, belə gözlənilir imtahanın başlanma saatı saat 10 olaraq. The exam is due to start at 10. Due sözü bəzən isə vaxtı çatmış mənasında istifadə oluna bilir. Məsələn, demək istəyirik ki, kirayə sabah ödənilməlidir. Yəni, kirayə vaxtı sabahdır. Yəni, vaxt çatıb. Onda deyirik ki, the rent is due tomorrow. Nəyinsə vaxtının çatması olacaq necə? To be due. Düşünürəm ki, biz daha çox to be due to ifadəsini səbəbi bildirmək üçün istifadə etmişik. Cümlələrdə, mətnlərdə belə görmüşük. Məsələn, gecikmə tıxaca görə idi, nəyəsə görə, səbəbi nə idisə. Məsələn, deyək ki, gecikmə olacaq the delay. The delay was, to be, keçmişdə was, due to traffic. Gecikmə tıxaca görə idi. The delay was due to traffic. Və ya deyək ki, onun uğuru zəhmətə görədir. Yəni, uğurunun səbəbi zəhmətdir. His success is due to hard work. Bəs siz due sözünün daha çox hansı mənalarda işləndiyini görmüsünüz?